Hər vaxtınız xeyirli olsun. Bəli, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və təcavüzkar müharibə açıq-keçə məhkəmə iclasında sübutlarla, faktlarla və təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının ifadəsi ilə bir daha təsdiqini tapır. Təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı bu təcavüzkar müharibəni aparmaqdan ötürü Ermənistan dövlətinin, silahlı qüvvələrinin, vəzifəli şəxslərinin yaratdığı cinayətkar dəstənin tərkibində ölkəmizə və xalqımıza qarşı çoxsaylı cinayət əməlləri törətməkdə təqsirli bilinirlər. Açıq-keçən məhkəmə iclasında sübutlar, faktlar, video materiallar təqdim olunur. Təqdim edilən videolarda Azərbaycan ərazilərinin necə işğal olunması, necə tağlan edilməsi, şəhər və kəndlərimizin necə yandırılması, əhalinin necə öz doğma yurd yuvasından didərgin salınması öz əksini tapır. Hansı ki, həmin video materiallar 1-ci Qarabağ müharibəsində elə ermənilərin özləri tərəfindən lent aldı. Bugün məhkəmə qarşısında əyləşən təqsirləndirilən şəxslər David İşxanyan, David Manukyan, Arayik Harutunyan həmin videolarda müsahibələr veriblər və Azərbaycan ərazilərini necə işğal etdiklərindən danışıblar. Qeyd edək ki, yəni dırnaq arası belə deyək ki, qəhrəmanlıqlarından danışırlar. Bu günləri məhkəmə prosesində həmin ifadələrin bəzilərini inkar edirlər, etiraf etmirlər. Amma sübutlar, faktlar göstərir, onların hərbi geyimdə, əllərində silah, Azərbaycan ərazilərində işğal etməkdən ötürü keçirilən əməliyyatlarda necə iştirak etdiklərinin sübutu, faktı təsdiq edir. Bir xatırlatmanı da aparaq tamaşaçılar üçün, təqsirləndirilən şəxslərin hər biri 2 müdafiəçi ilə təmin olunub. Eyni zamanda onlara ifadələrini sərbəst şəkildə ifadə etmək üçün rus və erməni dilində tərcüməçi ayrılıb. Məhkəmə prosesində çoxsaylı sübutlar, faktlar keçir, hansı ki, həmin sənədlərin bir hissəsi beynəlxalq sənədlərdə, onlar da məhkəmənin açıq keçən iclasında elan olunur. Prosesdə zərər çəkənlərin də hüquqlarını müdafiə edir vəkilləri, çoxsaylı vəkillər məhkəmə iclasında iştirak edir. Eyni zamanda bu iş üzrə çoxsaylı zərər çəkənlər var. Açıq keçən məhkəmə iclası ilə bağlı biz xəbərlərin növbəti buraxılışında daha geniş məlumatları çatdırmağa çalışacaq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.